Moskva vilayətinin Leninski rayonunda Vidnaya Zastava restoranının yaxınlığında Azərbaycandan olan kriminal qruplar arasında qanla bitən razborka olub. Axar Az Musavat.com-la istinadən xəbər verir ki, hadisənin bir neçə gün əvvəl baş verdiyi deyilir. Məlumata görə, kriminal aləmdə daha çox Rufo Gencinski kimi tanınan 42 yaşlı qanuni oğru Ülfət Tağıyev, Dato Ağcabədinski kimi tanınan 38 yaşlı qanuni oğru Cavid Məmmədovla razborka edib. Onların hər ikisinin yanında öz adamları olub. Mübahisə sonradan silahlı atışmaya çevrilib, nəticədə bir Azərbaycanlı öldürülüb, biri isə çiynindən yaralanıb. İddiaya görə Rufo Gencinski narkotikin güclü təsiri altında olub. Belə ki, əməliyyatçıların suallarını cavablandırarkən qeyri-adekvat olub. Eyni zamanda ondan qanuni oğru olub olmaması barədə soruşulduqda tərəddüd etmədən oğru statusunu təsdiqləyib. Bununla belə Azərbaycanlı qanuni oğru haqda sərt tədbir görülməyib. Bildirilir ki, Moskvada cinayət aləminə nəzarət etmək üçün asayiş keşikçiləri hər millətdən bir və ya iki qanuni oğrunun azadlıqda qalmasında maraqlıdır. İndi Qafqazda kriminal qruplar arasında Azərbaycanlılar ən zəngin və təhlükəli sayılırlar. İndi onlara eyni anda 3 qanuni oğru nəzarət edir. Rufo, Talih və Vaqif. Sonuncu ikisinin bir-biri ilə münasibətləri yaxşıdır, Rufoya isə məsafəli davranırlar. Xatırladaq ki, Rufo Gencinski 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub, mərhum qanuni oğru Rövşən Caniyevin Lənkəranski ən yaxın adamlarından sayılırdı. Gencinski 2012-ci ildə Dubayda Lənkəranskinin Moskvada hökmranlıq edən Dedxasan klanı ilə qarşıdurmanın qızğın vaxtında qanuni oğru adı alıb. 2013-cü ilin sentyabrında din və əftəhai əməkdaşları tərəfindən Moskvada saxlanılıb. O, Lyublinsk bazarının təsisçilərindən birini, öz həmvətəni olan Elham Əliyevi güllələyib. 8 illik cəzasını çəkdikdən sonra onun Rusiyadan deportasiya ediləcəyi gözlənilirdi. Rufonun deportasiyası ilə bağlı hüquq mühafizə orqanlarında fikir ayrılığı yaranıb. Nəticədə o, məntəqədən buraxılıb və hazırda Moskvada yaşayır. Başqa bir məlumata görə, Rufo Rövşən Lənkəranskinin yaxın qohumu Zaurun yanındadır. Onun tez-tez Moskvanın mərkəzindəki Novy Arbat küçəsində yerləşən Match Point restoranında olduğu da deyilir. Cavid İltizam oğlu Məmmədov isə 1985-ci il martın 14-də Ağcabədidə anadan olub. Bir müddət sonra o, Moskvaya köçüb, orada yaşayıb. Burada kriminal aləmə qoşulub. 2002-ci ildə Moskvada bir nəfəri öldürməyə cəhddə təqsirləndirilərək həbs edilib. Moskva şəhər məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 2006-cı ildə Rusiyanın ən ağır cəza çəkmə müəssisəsi olan Vladimir Sentrala göndərilib. 2013-cü iyunun 27-də Yunanistanda keçirilən Sxotkada ona qanuni oğru adı verilib.